Doktor, biz keçən dəfə yeməklərdən danışdıq. İndi isə üzüyə getdiyimizə görə siz həm də valideynləri məlumatlandırasınız ki, az su içən uşaqların ürəyində nə kimi fəsadlar yarana bilər? Gəlin belə başlayaq. Su orqanizmin çox önəmli parçasından birisidir. Bədən loru desə sulu olmalıdır ki, əzəllər, beynimiz, qan dövranımız hamısı düzgün ölçülərdə olsun. Viskozite dediyimiz qanın quruluq dərəcəsi, xalq dilində izah etməyə çalışıram, normal daxilə olsun. Susuz qaldıqca, məsələn, indi oradan nümunə götürək, Ramazan ayında böyük insanlar indi su içməyəndə nə hala düşürük? İftar açanda öncəliklə su ilə açırıq, heç yemək də ağlımıza düşmür. Şəxsən mən neçə illərdir, 36 il yaxın oruç tuturam. Yəni indiyə qədər yemək iştahım olmayıb, ancaq susuzluq əziyyət çəkmişəm ən isti bir havada. Susuz olunca halsız, bitkinlik, yəni bədən loru desə quruyur, sidik ifrazatı azalır, böyrələrin funksiyası düzgün işləmir kimi bir faktorlar var. Ancaq yəni uşaqlar üçün bu oruç o qədər amil önəmli deyil. Ancaq yenə də susuz qalınca böyrələrin funksiyası pozulacaq, bədənin loru dirisə qurulayacaq, yəni quru olacaq və təbii ki, bu da mənfi ürək döyüntüsünə problem yaradacaq. Bu normal insan halına gəlir. Ancaq tembol uşaqda ürək problemi varsa, qusur və s. varsa, onları asla susuz buraxmamaq ciddi dərəcədə tövsiyə olunur. Bu tür videoları izləmək istəyirsinizsə, xahiş edirəm səhifəmizə abunə olun. Bizim işimizə uyğun, məntiqli suallara cavab müraciət edin. Hörmətlə Nur İmanov.